HR-da yaxşı niyyət bəzən böyük bir riskdir. HR mütəxəssisi kimi qatıldığım müsahibələrin birində bir hal ilə rastlaşmışdım. Təxmini 40-50 yaşlarında olan bir xanım namizədi ilə görüşdük. Danışığından namizəddə bunu anladıq ki, onun bu işə çox ehtiyacı var. Əslində uyğun namizəd idi bizim üçün. Amma bir problem var idi ki, həmin xanımın tibbi arayış almaq üçün imkanı yox idi. Bu zaman mən bir yaxşılıq etmək istədim və xanıma belə bir təklif irəli sürdüm ki, sizlə biz əmək müqaviləsi bağlayaq. İlk maaşınızı aldıqdan sonra siz tibbi arayışı alıb bizi təqdim edərsiniz. İşçi ilə əmək müqaviləsi bağladıq. 2 gündən sonra mənə bir istehsalatdan zəng gəldi və bildirdilər ki, həmin xanımın halı pisləşib. Təcili yardımla xanımı xəstəxanaya çatdırıblar. Həmin an beynimdə bir söz dolaşdı: tibbi arayış. Əslində o zamanlar mən bu sahədə yeni idim, bu qədər əmək qanunvericiliyin dərinliklərini bilmirdim. Amma onu dəqiq bilirdim ki, əsas da istehsalatda işçilərin tibbi arayışsız işə götürülməsi yol verilməzdir. Və bundan sonra mən bir qərara gəldim ki, artıq yaxşılıq etmiş olsam belə qanunvericiliyin tələblərindən heç vaxt kənara çıxmayacağam.